Hər kəsə salam. Ən son texnoloji xəbərləri sizinlə bölüşmək üçün buradayıq. Keçən həftə yeniliklərlə dolu oldu. Çoxumuzun gözlədiyi yeniliklər artıq istifadəyə verilib. Gəlin birlikdə ötən həftənin ən son texnoloji yeniliklərinə nəzər salaq. Gözünüz bizdə olsun. Bu Çin istehsalı olan cihaz inanılmaz dərəcədə real üz ifadələrini nümayiş etdirir. Çin startapı Ahead Form demək olar ki, insan kimi göz qırpa və baxışlarını idarə edə bilən robotlaşdırılmış baş yaradıb. Realist mimikanın sirri yüksək azadlıq dərəcəsinə malik bionik ötürücü ilə avtonom süni intellektin birləşməsidir. Yayımlanmış videoda robot ətrafına baxır və onun üzü yüngül maraq ifadə edir. Bu mimika süni intellektin avtonom alqoritmləri ilə yüksək azadlıq dərəcəsinə malik bionik ötürücünün birləşməsi sayəsində əldə olunur. Bu texnologiya robotlara emosiyaları insan kimi nümayiş etdirməyə imkan verir. Ahead Form, bionik humanoidlərin, yəni insana bənzərlərin hazırlanmasında ixtisaslaşan Çin startapıdır. Şirkət, insan-robot qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa çalışır və üz ifadəli, gözləri hərəkətli, nitqi sinxronlaşdırılmış cihazlar yaradır. Şirkət böyük qulaqlı elf formasını xatırladan elf robotlarını hazırlayır. Bu seriyanın modelləri 30-a qədər azadlıq dərəcəsinə malikdir. Dəqiq idarə etmə sistemi və machine learning alqoritmləri ilə təchiz olunub. Məsələn, statik bədənə və başa sahib olan Xuan robotu zəngin mimika və realist göz hərəkətləri nümayiş etdirir. Elf V1 isə ətraf aləmi qavrayaraq onunla qarşılıqlı əlaqədə ola bilir. Belə humanoidlərdə üzdəki ifadəni dəqiq idarə edən ixtisaslaşdırılmış fırçasız mühərrik istifadə olunur. O, səssiz işləyir, yüksək həssaslığa, kompaktlığa, yüngüllüyə və enerji səmərəliliyinə malikdir. Ahead Formun təsisçisi Hu Yuhang proqnozlaşdırır ki, 10 ildən sonra robotlar demək olar insan kimi qəbul ediləcək. 20 ildən sonra isə insan səviyyəsində yeriyə və tapşırıqları yerinə yetirə biləcəklər. Sənayedəki digər şirkətlər, məsələn Unitree və Tesla-da humanoidlər hazırlayırlar. Onların ev işlərinə kömək, insan əməyinin əvəz olunması, pərakəndə mağazalarda, xəstəxanalarda, məktəblərdə, otellərdə və sərgilərdə işlədilməsi planlaşdırılır. Amerikada Stargate süni intellekt layihəsi üçün 5 mərkəz tikilir. Donald Trump'ın ikinci prezidentlik müddətinin əvvəlində elan olundu ki, investorlar konsorsiumu yaxın bir neçə il ərzində ABŞ-da ümumi dəyəri 500 milyard dollar olan data mərkəzlərinin qurulmasında OpenAI-a kömək edəcək. Bir müddət əvvəl nəhəng Stargate layihəsinin 3 iştirakçısı 5 yeni data mərkəzi tikmək planlarını açıqlayıb. Birbaşa olaraq OpenAI startapı ABŞ xəritəsində müvafiq sayda data mərkəzi tikintisi üçün 3 coğrafi məkan seçib. Onlardan biri Texasda, digəri New Mexico'da yerləşəcək. Üçüncünün yeri isə hələ dəqiq müəyyənləşdirilməyib. Sadəcə Orta Qərb ştatlarından biri kimi göstərilib. Texasdakı sahəni OpenAI Oracle-ın birbaşa iştirakı ilə genişləndirəcək və bununla da Oracle layihənin həyata keçirilməsinə öz aktiv dəstəyini nümayiş etdirəcək. Daha 2 data mərkəzi isə OpenAI tərəfindən Yaponiyanın SoftBank korporasiyası və onunla əlaqəli qurumunun dəstəyi ilə inşa ediləcək. Bu data mərkəzləri müvafiq olaraq Ohio'da və Texasda yerləşəcəklər. Onlardan biri isə məşhur uğursuzluğu ilə tanınan Lordstown'da salınacaq. Burada Tayvan şirkəti Foxconn müqavilə əsasında elektromobillərinin yığılmasını heç vaxt yoluna qoya bilməmişdi. Təxminən 1 il yarım ərzində bu data mərkəzlərinin gücü 1,5 gigavata çatdırılacaq. Ohio'dakı sahə isə gələn il fəaliyyətə başlayacaq. Sadalanmış bütün təşəbbüslər CoWave-nin iştirakı ilə həyata keçirilən layihələrlə birlikdə Stargate layihəsi çərçivəsində data mərkəzlərinin hesablama gücünü demək olar ki 7 gigavata qədər artırmağa imkan verəcək və OpenAI-in məlumatına görə yaxın 3 il ərzində 400 milyard dollardan çox sərmayə tələb edəcək. Əvvəlcə planlaşdırılırdı ki, Stargate ABŞ ərazisində ümumi gücü 10 gigavat olan hesablama klasterləri yaratsın. OpenAI rəhbəri Sam Altman bildirib, süni intellekt yalnız biz ona hesablama gücü təmin etsək, qarşıya qoyulan hədəflərə çata biləcək. O əlavə edib ki, şirkət infrastrukturu inkişaf etdirmək üçün maksimum səy göstərəcək, lakin dünya hər zaman hesablama gücü çatışmazlığı yaşayacaq.
OpenAI və tərəfdaşlarının yeni layihələri ABŞ-da təxminən 25 min iş yeri yaratmağa imkan verəcək. Qeyd olunur ki, OpenAI və tərəfdaşları göstərilən data mərkəzləri üçün hesablama sürətləndiricilərinin alınması məqsədi ilə borc vəsaitləri cəlb edəcəklər. Şirkət nümayəndələrinin fikrincə, Nvidia-da 100 milyard dollarlıq yeni sövdələşmə startapın iri miqyaslı təşəbbüslərinə investorların etimadını artırmağa, həmçinin lazım olan kreditlərin alınmasını asanlaşdırmağa yönəlib. Hazırda böyük dil modelləri yaradan və ChatGPT ilə bütün dünyada məşhurluq qazanmış OpenAI-in xidmətlərindən həftəlik 700 milyon insan istifadə edir. Mediatek bazara yeni standart gətirən flaqman Dimensity prosesorunu təqdim edir. Mediatek şirkəti öz yeni flaqman prosesorunu təqdim edib. Söhbət Dimensity 9500-dən gedir. Mediatek'in bu yeni prosesoru TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qeyd etmək lazımdır ki, Apple şirkətinin A19 prosesoru da məhz bu texnoloji proses əsasında hazırlanıb. Dimensity 9500 prosesoru 8 nüvəlidir və onun tərkibində nüvələr 1+3+4 sxemi üzrə yerləşiblər. Yəni, prosesor özündə 4.21 GHz tezlikdə çalışan bir ədəd Cortex-1 Ultra nüvəsini, 3.5 GHz tezlikdə çalışan 3 ədəd Cortex-1 Premium nüvəsini və 2.7 GHz tezlikdə çalışan 4 ədəd Cortex-1 Pro nüvəsini birləşdirir. Prosesorun qrafik imkanlarından arınma Liger 1 ultra qrafik çipi cavabdehdir. Keçən ilki Dimensity 9400 ilə müqayisədə Dimensity 9500 prosesoru bir nüvəli rejimdə 32%-ə qədər, çox nüvəli rejimdə isə 17%-ə qədər performans yüksəlişi sərgiləyir. Prosesorun Cortex-1 Ultra nüvəsi yüksək yüklənmə halında 55% daha az enerji sərf edir. Bu isə öz növbəsində sözügedən prosesora sahib smartfonun çalışma müddətini uzadır. Dimensity 9400 ilə müqayisədə Dimensity 9500-ün ümumi enerji sərfiyyatı 37% azalıb. Dimensity 9400-də olan Immortalis G925 MC12 qrafik çipindən fərqli olaraq, Dimensity 9500-də olan Armali G1 Ultra qrafik çipi 33% daha performansdır, 42% daha enerji effektivlidir. Şirkət bu prosesorun Ray Tracing texnologiyası çərçivəsində yüksək performansını söz verir. Dimensity 9500-də NPU 990 adlı yeni nəsil neyron çipi istifadə edilib. Məlumatda qeyd edilib ki, əvvəlki neyron çipindən fərqli olaraq bu yeni neyron çipi 2 dəfə daha performanslıdır. Şirkətin sözlərinə əsasən, o, bilavasitə smartfon daxilində 4K təsvirləri tərtib etməyə qadirdir. Dimensity 9500-ə sahib ilk smartfonlar artıq gələn ay təqdim olunmalıdır. Neuralink gələn ay insan düşüncələrini mətnə çevirə bilən beyin implantını sınaqdan keçirməyə başlamaq istəyir. Bəzi xəstəliklər insanı nitq aparatının əzəllərinə nəzarətdən məhrum edir və nəticədə o, ətrafdakılarla tam ünsiyyət qurmaq imkanını itirir. Neuralink şirkəti gələn ay insana sözün əsl mənasında fikirləri vasitəsilə elektron cihazlarda mətn yığmağa imkan verəcək beyin implantının klinik sınaqlarına başlamağı planlaşdırır. Əslində artıq kəllə qutusuna implant yerləşdirilmiş Neuralink pasiyentlərindən biri kompüterdə yaxınlarına müraciət məktubları yazmaq üçün bu imkandan istifadə edir. Lakin əsasən klinik sınaqlarda iştirakçılar kompüterdə işləyərkən siçanın kursorunu idarə etməyə yönəlirlər. Onlardan biri hətta sənaye dizaynı sahəsində işləyir və neuroimplant ilə kompüterdən ibarət birləşmədən istifadə edir. Bloomberg'in qeyd etdiyi kimi, 2030-cu ilə qədər Neuralink həmçinin öz implantının ilk sağlam insana yerləşdirilməsi üçün icazə almaq ümid edir. Bu barədə Cənubi Koreyada keçirilmiş konfransda çıxışı zamanı Neuralinkin prezidenti Dong Jin-seo məlumat verib. Bu ilin oktyabrında başlayacaq klinik sınaqların yeni mərhələsinin məqsədi sinir impulslarını birbaşa sintez edilmiş nitqə çevirməkdir. Görünür ki, bunun üçün Neuralinkin beyin implantının hələ rəsmi olaraq ABŞ tənzimləyiciləri tərəfindən təsdiqlənməmiş yeni modifikasiyasından istifadə ediləcək. Sadəcə konkret klinik sınaqlar çərçivəsində mövcud qaydalardan istisna ediləcək. Ümumilikdə şirkət hazırda 5 fərqli klinik sınaq aparır.
Hazırda bazarda insanın düşüncələrini birbaşa mətnə çevirməyə imkan verən cihaz yoxdur. Nəticə etibarilə şirkətin prezidentinin etiraf etdiyi kimi Neuralink öz implantları ilə istehlak bazarına çıxmaq istəyir. Bu isə onların tamamilə sağlam insanlara da quraşdırıla biləcəyini nəzərdə tutur. Hazırda Neuralink cihazları yalnız virtual klaviaturadan istifadə etməklə mətn formalaşdırmağa imkan verir. Burada pasiyent hər bir simvolu düşüncə gücü ilə ayrıca seçir. Düşüncənin birbaşa mətnə çevrilməsi isə məlumatın ötürülməsini xeyli sürətləndirəcək. Gələcəkdə Neuralinkin fikrincə insanlar klaviatura kimi vasitəçiləri kənara qoyaraq böyük dil modelləri ilə birbaşa ünsiyyət qura biləcəklər. İmplant sahibi insan, məsələn, cavabları süni intellektdən naqilsiz qulaqlıqlar vasitəsilə ala biləcək. Neuralink bu sahədəki klinik sınaqların ilkin qrafikindən bir qədər geri qalır, çünki şirkətin rəhbəri iyul ayında bildirmişdi ki, düşüncənin mətnə çevrilməsi üzrə sınaqlara startap sentyabrın sonuna dək başlayacaq. Gələcəkdə Neuralink qismən görmə qabiliyyətini bərpa etməyə və Parkinson xəstəliyini aradan qaldırmağa imkan verən implantlar hazırlamağı planlaşdırır. Elon Musk isə bir dəfə hətta özü üçün implant quraşdırmaq istəyi olduğunu dilə gətirmişdi. Amerika Birləşmiş Ştatlarının Qızıl Qübbə raketdən müdafiə sistemi layihəsinin hazırlanması başa çatıb. ABŞ kosmik qüvvələri Qızıl Günbəz adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsini başa çatdırıb. Hərçənd Pentagon onun miqyası və qiyməti barədə heç bir detal açıqlamasa da, layihənin dəyərinin çox böyük olacağı və ilk nüvə bombasının hazırlanmasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyəcəyi ehtimal olunur. Qızıl Günbəz planı ABŞ-ın dəf edə biləcəyi artan sayda və mürəkkəb təhlükələri hədəfləyir, lakin buna skeptik yanaşanlar bunun astronomik dəyəri olan nəhəng texniki vəzifə olacağını və nəticənin zəmanətli olmadığını bildirirlər. Bloomberg xəbər verir ki, Qızıl Günbəz hava və kosmos raket əleyhinə müdafiə sistemi proqramına rəhbərlik edən ABŞ kosmik qüvvələrinin generalı Michael Getline layihənin əsas arxitekturasının işlənməsini tamamlayıb. Amma detalları açıqlamaqdan imtina edib. Pentagonun açıqlamasında deyilir: hazırda layihə nəzərdən keçirilir və əlavə məlumat yoxdur. Çünki operativ təhlükəsizlik prioritet olaraq qalır. Bu 2 ay əvvəlki bəyanatla müqayisədə tonallıq dəyişikliyidir. İyul ayında Getline layihənin arxitekturasının işlənməsi üçün ona verilən 60 günlük müddət başa çatdıqdan sonra ictimaiyyəti Qızıl Günbəzlə bağlı öz baxışı ilə ətraflı tanış edəcəyinə söz vermişdi. Bununla belə, layihənin təxmini dəyərini qiymətləndirmə mümkündür. May ayında Prezident Donald Trump bildirmişdi ki, bu layihə 175 milyard dollara başa gələ bilər. ABŞ Konqresinin büdcə idarəsinin hesablamalarına görə isə xərclər bundan qat-qat yüksək olacaq. Təkcə kosmik tutucu raketlərin dəyəri 20 il ərzində 542 milyard dollar təşkil edəcək. Trump tərəfindən təklif olunmuş Qızıl Günbəz layihəsi ABŞ-ın dəf edə biləcəyi hava və kosmos təhdidlərinin sayını artırmaq və mürəkkəbliyini yüksəltməyə yönəlib. Bu artım mövcud raket əleyhinə müdafiə sisteminə bir sıra yeni elementlərin daxil edilməsi ilə əldə olunacaq. Bu isə son dərəcə əmək tutumlu texniki vəzifədir. İndiyə qədər heç kim kosmosda tutucu raketlər yerləşdirməyib. Dəyər coğrafiya əhatə səviyyəsindən, onun dəf etməli olduğu təhlükələrin növləri və sayından, həmçinin gözlənilən davamlılıq dərəcəsindən asılıdır. Bu parametrlərdəki hətta cüzi dəyişikliklər belə xərci 100 milyardlarla dollar dəyişdirə bilər, deyə American Enterprise İnstitutun hesabatında bildirilib. Mart ayında Getline bəyan etmişdi ki, Qızıl Günbəz koordinasiya olunmuş səylər və bütün xalqın iradəsini tələb edəcək, üstəlik bu raket əleyhinə qalxan, miqyasına görə Manhattan proyekti, yəni 2-ci Dünya müharibəsi dövründə atom bombasının hazırlanması proqramı ilə müqayisə oluna bilər. Yəni, 2-ci Dünya müharibəsi dövründə atom bombasının hazırlanması proqramı ilə. Amma Manhattan proyektinin dəyəri inflyasiya nəzərə alınsa belə, yeni ulduz müharibələri ilə müqayisədə xeyli azdır, 35 milyard dollar. Bundan əlavə Qızıl Günbəzin ən sadə variantı istisna olmaqla, demək olar bütün versiyalarının proqnozlaşdırılan dəyəri NASA-nın Apollon Ay proqramının ümumi dəyərini üstələyir. Google fərdi kompüterlər üçün Android əməliyyat sisteminin xüsusi versiyasını hazırlayır. Google Androidin tezliklə yalnız smartfon və planşetlərdə deyil, başqa cihazlarda da istifadə olunacağına ən açıq işarəni verdi. Snapdragon Summit tədbirinin açılışında Qualcomm-un rəhbəri Cristiano Amon və Google-un cihazlar və xidmətlər üzrə baş vitse-prezidenti Rick Osterloh
PC sahəsində yeni birgə layihəni müzakirə etdilər. Rick Osterloh belə dedi: "Keçmişdə PC və smartfonlar üçün tamamilə fərqli sistemlərimiz var idi. Biz onları birləşdirmək üçün yeni layihəyə start verdik. Birlikdə məhsullarımız üçün PC və masaüstü kompüterlərdə ümumi texnoloji baza hazırlayırıq. Bu bizim süni intellekt üzrə kompleks stak üzərindəki bütün birgə işimizi, Gemini modellərini, köməkçini, bütün tətbiqlərimizi və tərtibatçı icmamızı PC sahəsinə keçirməyin başqa bir yoludur. Android üçün bu, məncə, hesablamaların istənilən sahəsində hər kəsə xidmət etmək üçün əlavə bir imkandır." Cristiano Amon bu çıxışa gizlətmədiyi maraqla reaksiya verdi. "Mən bunu gördüm, bu inanılmazdır. Bu mobil cihazlarla PC-nin birləşməsi ideyasını özündə əks etdirir. Bunu səbirsizliklə gözləyirəm." Google hələ ötən il Chrome OS və Android-i birləşdirmə üzrə çoxillik planını açıqlamışdı. Şirkət öz platformalarını vahidləşdirmə niyyətindədir. Görünür, Amon və Osterloh da məhz bundan danışırdılar. Google rəhbərlərindən birinin bunu açıq şəkildə qeyd etməsi isə layihənin inkişafında müəyyən uğurların əldə olunduğunu göstərə bilər. Şirkət artıq Android-ə masaüstü rejimini əlavə edib, pəncərə idarəçiliyini yaxşılaşdırıb, xarici monitorlar və müxtəlif ölçülü ekranlara uyğunlaşa bilən tətbiqlər üçün geniş dəstək təmin edib. Yaxın gələcəkdə Google-un Chromebook-ları Android-ə keçirməsi mümkündür. Beləsinə sahib olmağı səbirsizliklə gözləyirəm, deyə Cristiano Amon etiraf edib. Ola bilsin, o hətta konkret bir məhsulu nəzərdə tuturdu. Google Chrome istifadəçiləri üçün Gemini əsaslı süni intellekt agentini inteqrasiya edərək brauzer imkanlarını genişləndirir. Google Gemini süni intellektinə Chrome brauzerində daha geniş imkanlar təqdim edəcək. Buraya qovluqlara, baxış tarixçəsinə, Gmail və Calendarda daxil olmaqla Google tətbiqlərindən məlumatlara çıxış daxildir. Həmçinin ünvan sətrini süni intellekt rejiminə AI Mode giriş nöqtəsinə çevirəcək. Yeni funksiyalar ünvan sətrində süni intellekt rejimi və istifadəçi əvəzinə internetdə müxtəlif tapşırıqları yerinə yetirəcək Project Mariner Code adlı süni intellekt agenti yaxın həftələrdə və aylarda təqdim olunacaq. Bununla yanaşı məlumata görə Chrome daxilində Gemini istifadəsinə qoyulmuş ödənişli məhdudiyyət aradan qaldırılacaq. İstifadəçilər xüsusi nişan vasitəsilə ənənəvi axtarış ilə süni intellekt rejimi arasında keçid edə biləcəklər. Həmçinin qısa açar sözlər əvəzinə uzun kontekstli suallar verə biləcəklər. Onlar Gemini-dan müəyyən veb səhifənin məzmununu anlamaqda kömək almaq, müxtəlif qovluqlarla işləmək və ya bir qovluq daxilində digər əməliyyatları yerinə yetirmək, məsələn, görüş planlaşdırmaq və ya YouTube-da video axtarmaq üçün istifadə edə biləcəklər. Biz brauzeri elə inkişaf etdiririk ki, siz internetdən bir neçə il əvvəl bizə qeyri-mümkün görünən yollarla maksimum fayda əldə edə biləsiniz. Və biz bunu Chrome-un bir çox insanın sevdiyi sürətini, sadəliyini və təhlükəsizliyini qorumaqla edirik, deyə Google-un platformalar və cihazlara cavabdeh olan baş vitse-prezidenti Rick Osterloh bildirib. Yeni Gemini Chrome brauzerində Google-un Calendar, YouTube və Maps kimi tətbiqləri ilə daha dərin inteqrasiyaya malik olacaq. Beləliklə, istifadəçilər başqa veb səhifəyə keçmədən bu servislərə birbaşa daxil ola biləcəklər. Yaxın aylarda istifadəçilər agent Gemini-dan müəyyən tapşırıqları yerinə yetirməyi də xahiş edə biləcəklər. Məsələn, saç kəsiminə yazılmaq və ya bir həftəlik ərzaq sifariş etmək bu imkanlar cümləsindəndir. Əvvəllər agent funksiyaları Project Mariner adlı daxili layihənin bir hissəsi idi və əməkdaşlar arasında məşhur idi. Google həmçinin süni intellekt vasitəsilə öz brauzerində təhlükəsizliyi gücləndirib. İndi Chrome fırıldaqçı saytları, saxta uduş kampaniyalarını və kamera kimi şübhəli icazələr tələb edən resursları aşkar edəcək. Bundan başqa süni intellekt oğurlanmış şifrələri müəyyən edə və bəzi saytlarda onları avtomatik sıfırlayaraq yenilənmiş şifrələri təhlükəsiz yaddaşda saxlaya biləcək. Google nümayəndələrinin fikrincə bu cür funksiyalar şirkətin Microsoft Edge və Opera ilə rəqabətdə mövqeylərini gücləndirir. Çünki həmin brauzerlərdə süni intellekt agentinin imkanlarını inkişaf etdirir. Texnologiya dayanmır və hər gün həyatımızı bir az daha ağıllı edir. Unutmayın, hər yeni texnologiya bir fürsətdir. Onu öyrənmək həyatınızı dəyişəcək. Tezliklə görüşərik.